Hər şey xəstə bir övlad üçün istənilən o ilk kömək əli və kafedə başlayan sadə bir tanışlıqla addım-addım başladı. Qusar rayonunda qurulan gizli bir plan sonradan böyük bir şantaj və tələ hadisəsinə çevriləcəkdi. İki insanın qapalı qapılar arxasında qaldığı o otaqdan sızan gizli görüntülər saniyələr daxilində böyük bir rüsvayçılıq hədəsinə və millərlə manatlıq tələbə yol açdı. Lakin heç kim təsəvvür etmirdi ki, mobil telefonun yaddaşına köçürülən o gizli saniyələr sonda məhkəmə zalında ağır bir cəza hökmü ilə tamamlanacaqdı. Bu tükürpədici cinayətin kökləri 2025-ci ilin qış aylarına dayanırdı. Bakıdan gələn və bioloji qida vasitələri ilə məşğul olan 1968-ci il təvəllüdlü Elsəvər dostu ilə birlikdə Qusardakı kafelərdən birinə yollanır. Orada kafedə afsiyan işləyən 2000-ci il təvəllüdlü Bahar ilə tanış olur. Gənc qadın övladının xəstə olduğunu və nitq qüsuru yaşadığını bildirdiyində təvabətlə məşğul olan Elsəvər ona köməklik göstərir və avtomobilindən gətirdiyi dərmanları ona təqdim edir. Bu addımla başlayan ünsiyyət bir müddət kəsilsə də, aylarla davam edəcək gizli bir senarinin ilk qığılcımı olur. Aylar keçir. Avqust ayının sonlarında Bahar yenidən Elsəvərə WhatsApp vasitəsilə yazaraq onu Qusardakı kirayə qaldığı evinə dəvət edir. Həmin axşam evdə spirtli içki qəbul edən tərəflər arasında yaxınlıq yaranır. Lakin Elsəvərin heç bir şeydən xəbəri yox idi. Bahar daxildə qurduğu gizli plandan çıxış edərək, otaqda baş verən hər bir anı mobil telefonun kamerası ilə gizlicə video qeydiyyatı alır. Hadisə başa çatdıqdan və Elsəvər evdən uzaqlaşdıqdan dərhal sonra cinayət planı işə düşür. Gənc qadın həmin gizli çəkiliş görüntülərini WhatsAppdan Elsəvərin özünə göndərir. Və əgər ertəsi gün saat 11-ə qədər ona nağd 3500 manat pul çatdırılmasa, bu görüntüləri sosial şəbəkələrdə yayaraq onu tamamilə rüsvay edəcəyini bildirir. Qəfildən böyük bir tələyə düşən adam isə vaxt itirmədən dərhal hüquq mühafizə orqanlarına müraciət edir. Məhkəmə zalında tərəflərin qarşı durması və səslənən fərqli ifadələr hadisənin bütün qaranlıq məqamlarını aydınlaşdırır. Bahar ilkin ifadəsində törətdiyi əməli tam etiraf etsə də, məhkəmə zamanı özünü müdafiə taktikasına əl atır. O videonu Elsəvərin öz xahişi ilə çəkdiyini, ortada heç bir hədə qorxu və şantajın olmadığını, sadəcə pul istədiyini iddia edir. Lakin istintaq materialları, WhatsApp mesajları və ibtidai istintaq zamanı verilən etiraflar gənc qadının bu qorxunc şantajı addım-addım planlaşdırdığını ortaya qoyur. Məhkəmənin qərarı ilə ədalət tərəfçisi öz yekun sözünü deyir. Bahar tam təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilir. Hörmətli izləyicilər, fikirlərinizi mütləq şərhlərdə yazın. Birlikdə müzakirə edək. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək salamat qalın.